Sən nə Məsmər? Deyirəm necəsən? Yaxşıyam, sən necəsən? Mən də yaxşıyam. Yaxşı. Əsmər, əslində yenə də bura gəlməli oldum. Üzrü say. Amma səninlə vacib bir məsələ var, onu danışmalıyam. Vacib? Nə olub ki? Amma əvvəl mən sənə bir söz deyim. Ayazın xoşuna gəlmirsən bura gəlib gedən. Bir də burada görüşməyək, olar? Əsmər, əslində mənim də xoşuma gəlmir. Amma məcburam. Sənə də nəsə deməyi biraz çəkinirəm. Birdən düz başa düşməzsən. Bundan sonra harda desən orada görüşərik. Yaxşı. Əsmər. Hə? Sənin haqqında mən hər şey öyrənmişəm. Nə oldu, nəsə narahat oldun deyəsən? Yox, narahat olmadım. Sadəcə fikrimi başa düşmədim. Burada başa düşülməyəsi nə var ki? Deyirəm ki, sənin haqqında hər şeyi öyrənmişəm. Hə. Lap yaxşı, düz eləmirsən. Amma məni burada tanıyan yoxdur axı, sən kimdən nə öyrənmirsən? Səhvim var. Məsələn Rasim. O sənin haqqında mənə hər şey danışdı. Ayaz, mənə cavab ver. Bu artıq qarışmaq məsələsi olmadı. Sənin Əsmərin həyatına belə dərindən müdaxilə eləməyin, belə qadağalar qoymağın mənim xoşuma gəlmir, Ayaz. Sevda, mənə Əsmərin həyatı heç maraqlı deyil, bildin? Qəti maraqlı deyil. Bura mənim evimdir. Burada mənim ailəm yaşayır. Nə qədər də Əsmər burada yaşayır, bizlə yaşayır deməli, o da bu ailənin, bu evin bir üzvüdür. Mən istəmirəm kimsə gəlsin, hər yoldan ötən gəlsin mənim qapının ağzında yatsın. Bu qız əvvəl-axır birinə ərə getməlidir ya yox. Burada pis nə var axı, Ayaz? Sevda, bax sən yenə öz bildiyini deyirsən. Bax məni başa düşmək istəmirsən. Mən deyirəm ki, yad bir kişinin mənim evimdə, mənim evimin həyətində nə işi var axı? İzah eləyə bilmirəm sənə. Mən də sənə izah eləmək istəyirəm ki, Əsmər ömrünün axırına qədər bu evdə qalası deyil. Əvvəl-axır birinə ərə getməlidir, biri ilə ailə həyatı qurmalıdır. Özün də görürsən ki, xoşu gəlir də ondan. Hissləri var ona qarşı. Sevda, Niyə qarşısını alaq, Niyə qarşısını alaq? Sevda, kim qarşısını alır? Xoşu gəlir, lap yaxşı, geçsin orada burada görüşsün. Mənim 1000 dənə yer var görüşməyə. Gəlib mütləq burada görüşməlidir, mənim evimin qabağında görüşməlidir, həyətimdə görüşməlidir. Hər şeyin də bir həddi hüdudu var. Yaxşı Ayaz, yaxşı. Əgər səni buna rahat eləyirsə, mən Əsmərlə danışaram. Başa salıram onu. Sənin fikirlərimi ona çatdıraram. Sevda, mən bilmirəm, bax. O qədəni mən bir də burada, bu həyətdə, bu qapının ağzında görsəm, salacam o ayağımın altına, it balası kimi sırpacam onu. Yaxşı Ayaz. Zırrama çopa yox. Yaxşı. Yaxşı, sakitləş daha. Belə danışmaq sənə yaraşmır. Rasim, o niyə? Başa düşmədim. Yəni bu boyda gen dünyada sən mənim haqqımda maraqlanmağa başqa adam tapmadın, hə? O adamın gedib gələn nəfəsi də yalandı. Hikmət, nəyə desən and içə bilərəm ki, nə deyibsə yalan deyib, inanma o adama. Ümumiyyətlə mən sənə məsləhət görmürəm o adamla ünsiyyət saxlayasan. Sən niyə onun haqqında elə danışırsan? O axı pis adama oxşamır. O sənə elə gəlir, o pis adama oxşamır. Sən indi gəl o adamla bir evdə, bir damın altında yaşa. Hə, yaşa. Onda görün belə danışacaqsan ya yox. Sənə qarşı nəsə pis hərəkət olub. Hə, mən onunla danışa bilərəm ha. O kimdir ki, mənə qarşı nəsə bir pis hərəkət olsun? Yəni ümumiyyətlə deyirəm də, bilirsən, insanlar kənardan göründüyü kimi ağıllı, düzgün, yaxşı insanlar ola bilməzlər. Hər adama inanma, hər adama belə tez güvənmə.
Ha, amma o sənin haqqında mənə o qədər yaxşı şeylər dedi ki, elə yaxşı sözlər işlətdi ki, mən nəysə. Kim? Rasim? Bəli, Rasim. Ola bilər məni tərifləyib. Belə baxanda da niyə tərifləməsin? Şükür Allah, onun yanında bir səhvim yox. Alnı açıq, üzü ağam. Əlbəttə, əlbəttə, amma indi Rasim haqqında mən danışanda az qala öldürmüşdün məni. İşte öldürmək niyə? Yəni deyirəm ki, o adama tez güvənmə, başa düşürsən? O belə göründüyü kimi yaxşı adam deyil. Bilmirəm, mənim o adama qanım qaynamır. Sən də ona çox güvənmə. Əslində sözüm tam bu deyil idi. Mən belə şeyləri xoşlamıram. Araşdırıram, nə bilim, kimdənsə nəysə soruşurum. Mənlik deyil də. Amma görünür ki, evdəkilər, yəni anamgili məndən qabağa düşdülər. Tez hərəkət elədilər. Anan geli başa düşmürəm. Neyniyiblər ki? Nə gizlədim ay Əsmər? Anamgili sənin keçmiş qaynananla danışıblar. Olmaz. Neye gözle? Neye gözle? Ha neye gözle? Bak hele gözleye. Dalım düşmüşəm. Ben neye gözle? Şimdi Aysun'a ərə verər oğlana, evi de verer ona. Vəssalam, ip de gider. Ha, boş oturmak lazım değil. Ah o ev bizim. Neydi? Sen boşa düşmüşsən. Sen boşa düşmüşsən mənim dediyim. Bir şey fikirləşdirəsi olmaz. Ne fikirləşim? Gözlüvə girsin, bebeğinden çıksın. Kişi fikrin dedi de. Dedi bu iş bitti. Elnur bir de evlenmeyi adı çekmeyecek. Ve salam, son. Ay anam. Zehrimar ana, çor ana. Ana oldum indi. Ey balası. İndi ben ana oldum. Gözlü girsin ana. Yox, Sənin- deyirəm, sözünlə yumşalt onu, mədəti də, əribi deyirəm. Hə də bir dənə, mən narahat olmaq qız taparam mən. Tapa bilməsəm deyil. Görünür vaxtlarımdan birindən evlənərəm və salam da bu işi boş bırakma. Köpək oğlum. Senin köyüne arvatların benim başıma açtığını hiç düşman da açmaz. O ifritələrdən canım güclə durmuşsun. Dedim bu iş tutardı. Sok. Hayır, olma sen, ben başa düştüm. Bu ev çıxacaq əlimizdən, düzdür. Mən evlənim, bir qız taparam. Sen onu başa sal, bu ev əlimizdən çıxmasın. Bir şey başımı işlətməz olma, xahiş edirəm. Ne kadar boş işledim. Benim yüzümün tavrı gitti sen yüzünden. Sen yüzün tökülsün elə. Sen benden ne istiyorsun? Üstüne o boyda kişi doktan ağır kişi dedi ki bu iş bitti. Daha ona dinlen dayansın, stop eləsin. Bildin? Anam, Zehrimar. Ana oldum buna. ağlıma bir fikir gəldi. Yok, yaxşı fikirdir. Ağlında var senin. He? Sen? Bir dəqiqə yanımda. İstəmə də, anam. İnternetdə bir qızla tanış olmuşam. İnternet. Ne interneti? Senin koçun ağlın başına gelecek. Heç olmaz. Anam narahat olmuyor. Kız yaxşı qızdır, tərbiyəli qızdır, ağıllı qızdır. Evlənim onunla, başa düşdün. O da elə bilməsin də boş-boşuna onunla vaxt çürüdürəm. Eləyim də, evlənim. Hətta yəni evimiz Küçüğün biri küçük. Dur düş qabağıma 2 ayda deyirəm bu sizi bilir. Soyun əynindən. Düş qabağıma. Düş qabağıma gireyim. Seninle böyle. Seninle böyle. Vaxtında başıma o qədər oyun açıblar ki. Hikmət.
Düzü nə sənə, nə də sənin ailənə məsləhət görmürəm ki, o insanlardan ünsiyyət saxlasınlar. İstəmirəm bir də həyatıma qarışsınlar, istəmirəm bir də başıma oyun açsınlar. Əsəblərim dözmür, başa düşürsən? Əsmər, sakit ol. Mən səni başa düşürəm. Bu barədə də evdə çox söz söhbət olub. İnan mənə, sən çox şeyləri bilmirsən. Mən də sözümü demişəm. Bir də bu mövzuya qayıtmayacağıq. Amma həqiqətən sən elə pis qaynanan olub ki, anama elə sözlər deyib ki, arvadın beyni qarışıb. Bu dəqiqə nəysə indi izah eləməyə, düzəltmək üçün, arvadın ürəyini almaq üçün dərdən qabıqdan çıxıram. Hələ bu harasıdır ki? Siz hələ çox şər böhtan eşidəcəksiniz mənim haqqımda. Bilirsən, belə baxanda mənim vecimə deyiləm. Sadəcə ortada uşaq var. Uşağın həyatına qarışırlar. Budur məni biraz incidən. Qalan heç bir şey vecimə deyil. Nə istəyirlər desinlər. Əsmər, mən hər halda sənin yanındayam. Bax, bunu bil, əsas bunu bil. O ki, qaldığı şər böhtana, mən onsuz da onlara sözümü deyəndə dedim ki, bunlar hamısı şər böhtandır. Sən narahat olma. Bəs anan gəlir. Onlara inanır, yoxsa sənə? Aydındır. Əlbəttə onlara inanacaqlar. Onlar da istəmir axı. Sən mənlə görüşəsin. Əsmər, dediyim kimi, mən həmişə, hər halda sənin yanındayam. Əsas inan mənə. Bu yaşıma qədər heç kimə görə mən aləmin üstünə getməmişəm. Amma sənə görə mən hər şeyə hazıram. Bunu da bil. Eləmə. Mənə görə də ailəvin üstünə getmə. Nəticə etibarilə onlar sənin əzizlərindir, doğmalarındır, yaxınlarındır. Orası elədir, amma ki, onlar da mənim fikrimə, düşüncəmə, seçimimə hörmət eləməlidirlər. Eləməsələr onda mən neynim? Bax, məni kim düşünsün? Əsmər, mən səni sevirəm. Ay baba, hansı qız istəyər evlənəndən sonra həyat yoldaşı gəlsin onun evində yaşasın? Aydın indi vəziyyət belə gətirdi də. Heç mən özüm də buna razı deyiləm. Amma neyim istəyirəm, sən xoşbəxt olasan, daha belə. Ona görə razılaşmaq istəyirəm. Yox ay baba, Əmrah bu evə gələn deyil. Bəlkə də bizim ayrı evimiz olsaydı, yəni tək yaşasaydıq, onda gələrdi, yaşayardı. Dayan. Deyirsən, yəni ayrıca eviniz olsa, onda bu oğlan razılaşar. Nə bilim, öz versiyamdı da dedim. Düzün desəm dəqiq bilmirəm, amma bəlkə də razılaşardı. Onda sən oğlanla bir söhbət elə. Gör, əgər razılaşsa, mən bu evimizi var, Elnur'sun almışdım ha. Onu verirəm sizə, elə gelib orada qalarsınız. Baba, sən ciddi deyirsən? Əlbəttə ciddiyim. Bəs olmaz. O necə olacaq? O evi solmaq üçün almışdın axı. Əşi, nə olmazın evi yoxdur. Mənim yanımda qalır. Ay. Baba, sən doğrudan deyirsən? Əlbəttə. Çox sevindim. Yaxşı. Sən əsas, mən o görürəm ki, o Elnur evlənən zat deyil. Narahat olmayacaq. Onun bu evlənməyi belə avara bir şey oxşayır, fırıldağı oxşayır nəsə. Sən oğlanla danış, razı olsa, o evi verərəm sənə, elə həmişəlik olar sənə. Yaxşı baba, mən danışaram Əmrahla. Bax, söz verirəm, hər şey yaxşı olacaq. Yaxşı. Bir də sən özünə fikir ver. Bunlar hamısı düzələn şeydir, amma əsas can sağlığıdır. Bildin? Baş üstə baba, baş üstə. Sözə baxacağam. Narahat ol.
Çox sağ ol baba, çox sağ ol. Narahat olma. Baba həmişə istəyir ki, sən xoşbəxt olasan. Mənim başqa bir şeyim yox. Yaxşı məmnun olum. Yaxşı. İndi icazə verirsən, baba geç. Get. Yaxşı. Özündən müğayət ol. Sən də özündən qayıt. Aban ababa sağ ol, kömək edəcəm. Çox sağ ol. Əsmər, sənə söz verirəm. Bu işlərin hamısını qaydasına salacağım. Əsas odur ki, mənə inan. Onsuz da gec-tez bacım ərə gedəcək. Anam da tək qalası deyil ki. Biz dediyimizi qəbul edəcək. Sən narahat olma. Belə görürəm, anan çətin fikrindən dönər. Qaynanam gilinlə də danışıbsa, ümumiyyətlə bu məsələ haqqında yaxşı şey fikirləşmək düzgün deyil. Əsmər, bilirsən necədir? Sən əsas mənə inan və güvən. İndi elə xırdalğılar var ki, bilmirsən. Bax, məsələn, mən hansı bir işdən tutsam, onu axıra qədər çatdırmalıyam. Mütləq və mütləq mən bu işi axıra çatdıracağam. Əsas odur ki, sən mənim yanımda ol. Mən sənə güvənirəm. Mən demirəm ki, mən sənə güvənmirəm. Sadəcə demək istəyirəm ki, yəni bizə o qədər də asan da olmayacaq. Başa düşürsən, çətinliklərimiz çox olacaq. Əsmər, bu həyatda asan nə var ki? Ləzzəti də elə o çətinliklərdədir. Nəyi ki, həyatda çətinliklə, əzabla əldə edirsənsə, o sənin üçün əziz, müqəddəs olur. Elə deyil? Hə, orası elədir. Yəni bilirəm ki, çətinliklər çox olacaq. Amma mən sənə güvənirəm. Çox güvənirəm. Yaxşı ki, varsan. Sən mənə güvən. Sən mənə güvən, yanımda ol. Qalan hər şey düzələcək. Baxarsan. Amma xahiş edirəm, bundan sonra bura gələndə xəbər ver, yaxşı? İstəmirəm evdə kimdənsə söz götürüm. Sənə kim nə söz deyə bilər ki? Baş üstə. Başqa əmriniz? Yox, elə bir sözüm yoxdur. Yaxşı. Bayaqdan da buradayıq. Sənə də soyuq olar. Keç evə, mən də gedim evimizi anamla danışım. Arvadın ürəyini alım. Biraz şirinlik eləyim. Görək başımıza nə iş gəlir. Bax deyirəm ha, anan çətin fikrindən dönər. Yaxşı, gedim. Sən də ged. Ayaqlarım getmir. Hələlik. Hələlik. Allah, bunun üzü gülür. O telefonda ne görmüsən ki? Üzümün qırışları açılıb. Bilirsən nə olub? Bayaq babam gəlmişdi yanıma. Hə. Oturduk, söhbətləşdik. Hı. Bax, indi sənə bir xəbər deyəcəm, amma ürəyin tutmasın. Ne xəbər? De görüm nə xəbər, de görüm nə xəbər. İşdən də mənim də ürəyim az qala sevincimdən partlayacaqdı. Deyirəm ki, axır ki mənim arzum həyata keçir. Ay Allah, şükür. Mənə bax. Yoxsa Əmrah razılıq verdi bu evdə yaşamağa, hə? Ay yox, Əmraha aid deyil. Deyirəm ki, babama aiddir, babama. Baba. Hmm. Az mənə bax. Yoxsa bu kişi yeni evlənir. Sən də sevincimi burnumdan gətirmə də, xahiş edirəm. Yox. Nəsə bəs onda de görüm bu xəbər nə xəbərdir? Niyə ürəyimi partladırsan? Deyirəm. Bax, babam Elnur üçün ev almışdı ya. Hə. Yadına. O evi mənə hədiyyə elədi. Zarafat elirsən. Az məni dolama. Yox, zarafat eləmirəm. Vallahi düz deyirəm. Allah haqqı babam o evi mənə hədiyyə elədi deyirəm sənə. Bəs az solmaz, bəs onun xəbəri var. Solmazdı, soruşdum, narahat olma. Hə. Dedi ki,
bu məsələnin solmaza heç bir dəxlisi yoxdur. Nəsə çox arxayın danışırdı kişi. Əsas odur ki, bizim məsələmiz həll olundu da. Nə istəyirsən, Eday? Mənə bax Aysu, sən əminsən ki, bunu babam ciddi dedi də. Bəlkə deyirəm, sənin əhval-ruhiyyəvi, nə bilim, keyfi biraz qaldırmaq üçün belə deyib, hə? Yox, ana, yox. Mən niyə sənə yalandan deyim? Deyirəm ki, ciddi gəldi, dedi ki, qızım, bax, o evi sənə hədiyyə eləyirəm, bağışladım sənə. Gedin yaşayın. Bəs tamam. Anam, mənlə haydaya. Sən də hər sözü zarafata güpəliyib gedirsən. Ay sənə qurban olum, ay sənin başına dönüm. Get mədədlə danış, yola gətir də, qurban olum, bu iş belə qalmaz. Mən evlənmək istəyirəm. Başa düşmürsən, sən evlənmək. Sən indi evlənmək istəyirsən deyə, mən kişinin yanında azdan çoxdan bir qırnıq hörmətim var. Buradan həyadan düşməliyəm. Ha? Nə deyirsən, hə? Deyirsən indi kişi səni mənə, məni sənə qatıb atsın çölə. Olmaz, ana. Sən bir cəhd elə danış da. Bayaq hirsliydi də, deyirəm, hirs soyub, bəlkə ağlı başına gəlib də, yəni o mənada deyirəm. Yəni bir cəhd. İndi deyirsən ki, sən məni, kişini məndən yaxşı tanıyırsan da, hə? Mən onun xasiyyətinə bələdəm. Yox. Danışım, vəssalam. Bəs mən də onu deyirəm də. Bəs mən də onu deyirəm ki, bəs bunu bilirsənsə, get danış. Get danış, bu işə bir əncam çək. Qurban olum, ev əldən çıxıb gedəcək. İt də gedəcək, ip də gedəcək. Sən indi elə bilirsən, mən narahat deyiləm də, hə? Mən içimi yeri, ürəyim partlayır ki, bu dəqiqə. Elə Aynura da, Nərminəyə də bir bəhanə lazımdır, qapazlayıb evi keçirəcəklər əlinə. Hə, qurban olum, mən deyil onu deyirəm. Onu deyirəm ki, qapazlayıb keçirdəcəklər, mədədlə get danış. Boş oturma burada, anam. Gedim indi, nə danışım? Nə deyim? Hardan sənə bir qız tapım güclə gətirim? Qız tapmırsan. Heç olmaz, qız tapmırsan. Bayaq dedim ki, internetdən. Da yəni, internet qaynayır. Gedim birini gətirim. Bədət hardan tanıyacaq, mən kimi gətirmişəm. Düzdür? Vəssalam da gətirəcəm, tanımaz eləməz. Görəcək, evlənəcəm. Mən ona söz deyə bilmərəm. Dedi yox, deməli yox. Sol. Olmaz. Mən heyranım da səndəki o rahatçılığa. Vallahi, çox rahat adamsan. Çox rahat adamsan. Burada dilimi dişimi yeyirəm ki, ev getdi də anam. Anam, ev getdi, mən neyniyim? Mən elə hər işin dalınca mən düşmüşəm. Səni görməmişəm ki, işinin dalınca düşəsən. Elə Elnur gedib qabağa, Elnur gedib. Yox, mən təzədən mədətlə danışacağım. Sən boş-boşuna oturmuşsan, mən gedib danışacağım mədət. Mən mədətlə danışacağım. Danışıb nə deyəcəksən, nə? Deyəcəm də nəsə. Burada hamımıza dediyin, biz də sənə deyəcək. Deyəcək. Biraz səbirli olmaq lazımdır. Görək nə edirik. Deyə mən çox rahatam. Sakit ol. Bütün günü bıça-bıçdadılar, bütün günü. Axır ki, deyirəm, Mədəd kişi düzgün qərar verdi də. Mən bilirdim, o kişi dahiyanə insandır. Aynur. Mədəd kişi indi razı deyil, sonra razı olacaq. Sən mənim balama görə heç o gözəl başını yorma. Narahat olma, özümüz hər şeyi yoluna qoyacaq, o da evlənəcək. Elə belə qalmayacaq ki. Sənin bu yetimçön evlənməyəcək. O heç mənim üçün maraqlı deyil ha, belə heç. Elə gör ona hansı axmaq gəlir. Mən başqa məsələdən danışıram, heç olmaz, başqa məsələdən. Nə deyirsən az? Xəbəri yoxdur. Bəs mən elə bilirdim, Mədəd kişi sənə öz qərarını açıqlayıb. Lap yaxşı. Xəbərin yoxdursa, onda
ana bala ikimiz də o qulaqlarımızı yaxşı-yaxşı açın, mənə qulaq asın. Deməli, hazırsınız? Qaynatam təzə aldığı evi, nəvəsi, özü birinci nəvəsi ya, Aysuya hədiyyə elədi. Meyvelerden üç meyve var, üçü de babam yemeli. Biri helva, biri alma, biri nar, biri danay, biri dinay, biri day, biri dinay, biri. Alma benim ey, da 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 da. Sən canım bu qamata keçmə. Tövfik, deyəsən kefin kökdür, manızada oxuyursan. Aynurka, güya bilmirsən. Əşi Allah bizə üçün birdən verib. Nərmişka üçün birdən balalayacaq. Adı balalamaz dünyaya gətirər. Hə, ay Tövfik, onu düz deyirsən. Gözün aydın olsun. Vallahi şükür Allaha Tövfik, şükür Allaha. Yaxşı onu bildirir. Bunlar nədir belə? Aynurka, qəribə söhbət edirsən. Ha bu balalar da orada bir vitaminlə qidalanmalıdır ya, yox. Bunları aparıram, Nərmişka yesin, qoy uşaqlar zdarov olsun. Özü də mənə papulya deyəcəklər, papulya. Zarafat deyir. 2 arvaddan 4 bala almaq, bu hər kişinin işidir. Yaxşı. Belədir də, daha belədir. Bax Tövfik, deyirəm ki, əhsən sənə. Sənə halaldır, bax sən əsil kişisən. Sən ki qadının qayğısına ki belə qalırsan, halaldır sənə. Apar ver Nərmişka yesin, apar. Sən sapa keçdin də. Ay qız imkan ver qoy çıxım yedim. Hələ paltarlarda yumuşam gəlir, onları da aslayım. Qaradayda yedirlər. Gözün qalar dalayacan deyən. Nərmişka! Hala, Əsmər orada deyil. Get bir də ondan söhbət elə də. Ne danışım onunla? Ne bileyim, biraz mehribançılıq elə. Deyəsən ağlayır. Sakit ağlayır. Belə bilsən neynə xala, biraz mehriban davran ondan belə ana qayğısı kimi. Çəkir özümüzə tərəfdə lazım olacaq. Düz deyirsən. 100% onun da cənnətdən zəhləsi gedir. Ay sağ ol. Hamısı kimi. Qurban oldum, sonra içərsən. Dur. Ay gedirəm də. Ne oldu Baybala? Niye ağlayırsan? Yok, ağlamıram ki. Kurban olum sənə. Mən uşaq deyiləm.
Gör neçə yaşım var. Düzdür, o qədər də çox deyil. Neyse, mən də qadınam. Sənin necə hesab çəkdiyini görürəm. Elə bilirsən, mən heç nə hiss eləmirəm. Heç nə başa düşmürəm. Ahın dağlara kızım. O oğlana göre de, ona göre biləsən. Oğlan kimdir? Səni maşınla vuran oğlanı deyirəm. Adı deyirsən, Hikmət idi, hə? Hikmət? Hə. Hikmət. Necə heyecanlandın. Bax, məsələ budur. Görsən, Hikmətdir. Dərdin nədir bala? Utanma de. Nədir, yola getmirsiniz, hə? Sözünüz düz gəlmir. Mən onu belə alicənab, tərbiyəli, intelligent bir oğlan bilirdim. Hikməti hardan tanıyırsınız? Elə belə bir-iki dəfə bura gələndə aralıdan, uzaqdan görmüşəm. Nəsə belə yaxşı oğlan oxşayırdı. Qızım, mən adam sərrafıyam. Adama baxanda o dəqiqə bilirəm o necə insandır, kimdir, nəçidir. Mənə elə gəlir ki, o yaxşı oğlandır. Sözümün canı odur ki, sən bu oğlanı əldən vermə. Niyə elə baxırsan? Düz demirəm. Gül kimi qızsan. Gözəl göyçək, yaraşıqlı. Ömrün boyu dul qalmayacaqsan ki. Gəl sən mənim sözümə qulaq as. Bu oğlanı əldən vermə. Hər kəs bu dünyada özü üçündür. Sən də xoşbəxt olmalısan. Sənin də xoşbəxt olmağa haqqın çatır. Qızım, mənə qulaq as. Sən bu oğlandan bərk yapış. Hikmət. Hikmət mənə evlilik təklif eləyib. Amma mən bilmirəm neyniyim, necə eləyim. Ay səni şad xəbər olasan. Necəni, neyniyim, necə eləyim, nəyi gözləyirsən? Hə de ona, hə de, razı ol. Gül kimi oğlandı, gözəl göyçək, mədəni, yaxşı oğlandı. Daha nə istəyirsən? Maşallah, gül kimi oğlandı, gözəl göyçək. Sənə də yaraşır, sən də ona yaraşırsan. Gəl sən get bu oğlana. Hə, nə deyirsən? Gedib gəlib niyə mənim şəxsi həyatıma qarışırsan? Kimsən sən? Əsmər, mən Eldarın atasıyam. Mənim oğlumdan nə istəyirsiniz? Əmrah çox saf, təmiz uşaqdır. Siz də onun başına corab örürsünüz. Rasim yenə də. Özün hara istəyirsən get. Mən sənə Eldarı verməyəcəm. Eldar burada qalacaq.